Qarışqa Karo bütün günü o yan bu yana qaçır, yorğunluqdan ayaqları ağrıyırdı. Amma yenə də dayanmırdı. Tənbəlliyi heç sevməz. Yoldaşları ilə birlikdə bütün yeməkləri yuvaya daşıyır və yuvanın qarşısında yeni iş gözləyirdi. Yolu uzun olan öndə gedən qarışqalar yeni bir yem tapanda hava ilə bir-birlərinə xəbər verir, onlar da sürətli addımlarla yemi alıb yuvaya gətirirdilər. Gedən dəstədən bir müddət xəbər gəlməyincə qarışqalar öz aralarında söhbət etməyə başladılar. "Bugün çox çalışdıq." Bəli, yaxşı bir gün idi. Qış hazırlıqlarımız bitmək üzrədir. Onların başlarının söhbətə qarışdığını görən bir quş qarışqaların ortasına qondu. Qarışqa Karo bu işə çox təəccübləndi. Qarışqalar heyrətlə bu quşa baxırdılar. Müdrik qarışqa səsləndi. "Durun, yer verin Cikcik xanıma." Qarışqa Karo isə baş verənləri sadəcə izləyirdi. Quş yerə oturdu. Qarışqalardan bəziləri tez onun qanadları arasına girməyə başladılar. Qarışqa Karo: "Burada nə baş verir?" "Aa, xoş gördük. Niyə elə heyrətlə baxırsan?" "Burada nə axtardığınızı anlamadım, Cikcik xanım. Mənim adım Karodur. Sizinlə tanış olmağıma çox şad oldum." "Ah, Qarışqa Karo, siz qarışqalar mikroblardan qorunmaq üçün dərman ifraz edirsiniz, elə deyilmi?" "Bəli, biz maddə ifraz edirik. Əslində bunu necə etdiyimizi də bilmirik. Üstümüzə yuvamızın divarlarına sürtürük və mikroblar bizi narahat etmirlər." Ah, biz quşlar bunu edə bilmirik. Yəni bizim bədənimizə mikrob düşdüyündə onlardan qoruna bilmirik." "Bəs bizim ifraz etdiyimiz dərmanlardan necə istifadə edirsiniz?" "Yaradan sizin bu dərmanı ifraz etmənizi təmin edir. Biz quşlar da gəlib burada otururuq. Qarışqalar bizim tüklərimizin arasında gəzdikcə bu maddə bizim tüklərimizin arasına sürtülür. Bədənimizə faydalı olur və mikroblardan qorunmuş oluruq." "Eləmi? Yəni biz əczaçılıq işini görürük?" "Elədir. Bir şey də soruşmaq istəyirəm. Siz bu dərmanı necə ifraz edirsiniz?" "Bilmirəm, amma hər qarışqa bunu etməyi bacarır." "Cik cik 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 cik. Bu yaradılışdan gələn bir xüsusiyyətdir. Ancaq gördüyün kimi sizin sayənizdə biz də bundan faydalana bilirik." Kiçik bir qarışqa bu işi necə edir? Quşlar qarışqalardakı bu bacarığı hardan bilirlər? Qarışqa buna çox sevindi. Kiminsə sağlamlığına yardımcı olmaq çox gözəl bir duyğudur. Sizin bu maddə vasitəsilə mikroblardan qorunduğunuzu bilmək çox gözəldir, Qarışqa Karo dedi. Cikcik xanımla Qarışqa Karo xeyli söhbət etdilər. Qarışqaların mikroblardan qorunma sistemləri həqiqətən də heyrətamiz idi. Onlar bunu hardan öyrənmişdilər? Kim öyrətmişdi? Bu necə ola bilərdi? Müdrik qarışqa Karoya baxıb belə söylədi. "Hər canlı yaradılışdan bunları bilir. Biz qarışqaları və quşları da Allah belə yaradıb.